Hamınıza salam dəyərli YouTube izləyicilərim. Bugün sizlərlə Avstratoplarımıza, cücələrimizə gözəl bir video gələcək. Avstratop saxlayanlar, Avstratopa baxanlar, həyətində çoxlu Avstratop, xoruz, soyuqlar olanlar bu videonu izləsin və yaxud da başqa cücə saxlayanlar hamısına aiddir. Keçirik indi cücələrimizi, toyuqlarımızı göstərək. Toyuqlarımız burada sərinlikdə dincəlir. Öncəliklə sizə fermamızı da göstərəcəm, sonra gələcəyik cücələrimizə. Artıq yay, qış gəlir, otlar çıxacaq. Təbii ki, burada indi çıxmaz, çünki toyuqlar yeyirdə hər çıxanı. Amma bəlli bir yerdə çıxardı. Qıraqda, gəzilməyən yerlərdə fermamızı göstərək. Gördüyünüz kimi fermamızda hansı yeniliklər olacaq? Nələr? Hansı yeniliklər qatılacaq, olacaq? Öncəliklə bu taxta toyuqların yatması üçün. Amma bizim toyuqlar baxın bunun üstündə yatır. Bizdə bunları baxın. Taxtanı götürəcəyik buradan. Biraz yuxarı qaldıracağıq ki, yer məsafəsi olsun. Qışda belə bir günlük toyuqların rutinini eləyəcək. Burada yeyəcəklər. Üzr istəyirəm, daha doğrusu orada yeyəcəklər. Burada yatacaqlar. Orada isə yumurtalayacaqlar. Baxın bu polkalarda. Bu polkalarda yəni ki, toyuqların indi sayına görə, indi sayını hələ demirəm, çünki bilmirəm sayın. Sayandan sonra ayrıca bir video çəkib paylaşacağım sizlərlə. Sayını indi mən sayaram, tabi bilmirəm də. Onu deyərəm. Mütləq hamısının sayını deyirəm. Ayrı-ayrı xoruz toyuq demirəm. Məsələn, indi 20 dənə olsa, təxmini 20-25 dənə olar toyuq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 10 dənə olmalı ki, 20 dənə məsəl üçün. 2 günə yumurtalayırlar da, ki, fasilə ilə. 10 dənəsi bugün, 10 dənəsi sabah, sonra o birisi gün 10 dənə, o birisi gün 10 dənə. Belə bölünəcək. Sonra havalandırma. Havalandırma bir dənə bu açıq qalacaq. Yox, daha doğrusu o açıq qalacaq. Bu niyə açıq qalmayacaq? Burada otururlar. Birbaşa buna gəlməsində soyuq. Oradan açım ki, oradan havalandırmaz. Yəni, biz soyuğa görə açmır, istiyə görə açmayacaq. Nə istəyirlə soyuq. Sadəcə havalandırma olsun. Burada bir neçə gül, dipçək falan qoyacaq. Güllər ki, bildiyiniz kimi qışda oksigen az olur, ağaclar olmur da. Ağaclar yatır, yəni yarpaqları tökülür belə desək. O biraz oksigen versin. Çünki hava başqa, oksigen başqa. Havasız yaşaya bilməz, oksigensiz də xəstə olar. Bu mütləq hər yerdə olmalıdır. Təmizliyi deyirsiniz, təmizliyi də indi təmizləyəcəyik. Ayrıca qısa short videosu bugün saat 19:00-da paylaşacağam. Onun üçün bu videomuz isə sabah gələcək, yəni 27 avqust. Tükləri tökülür artıq bu dönəmlərdə. Baxın, doludur tükləri, yenə deyirəm. Təmizləyəcəyik yerləri. Baxın, buranı yuyacağıq. Bir dəfə yumuşuq bu yay başlayandan, sezon yay. Yumuşuq yenə yuyacağıq. Mart ayında bildiyiniz kimi yeni toyuqlar gələcək. Xoruz və toyuq gələcək. Amma toyuqlar, baxın, yerində qalacaq. Xoruzlarımız satılacaq bunlardan. Həmin o xoruzların yerinə cerebralist sortu toyuq və xoruz gələcək. Çünki bunlar yaxşıdır sort olaraq ətliyidir, amma biraz gec böyüyə bilər də. Onun biraz mənfi cəhəti var. Ona görə cerebralist gələcək. Amma Avstratop da ən yaxşısıdır ki, ətli. Biraz inkişafı gecdir də. Adi yerli sortlarda, cerebralistlərdə 5 ayda artıq yetkinlik yaşına çatır, daha doğrusu böyüyür, başlayır o vaxtdan yumurtalamaq. Amma bundan 8 ayında hələ təzə formalaşır, yetkinləşir, formalaşır. Ondan sonra elə böyüyür də 8 aydan sonra. Baxın, biri yatıb burada. Birdən bit olar. Baxın, burada da bir topa bit var. Orada da var, orada da var. Tük tökülən dönəmdir. Artıq siz arıqlama da görə bilərsiniz tük tökmə dönəmində. Bunun 2 səbəbi var. 2 qat arıqlama. Çünki biri var tükləri tökülür. 2 qat olur da. Bir tükləri tökülür. Baxın, məncə böyük xoruz idi gedən. İndi artıq balacalaşıb. Həm tükləri tökülür, həm də tükləri tökməsinə
güc sərf eləyir. Biraz çəkidən düşür, arıqlayır. Ona görə tük tökülməmişdən qabaq satmağı tövsiyə edirəm ki, ağır olsun, bəlkə görsənsin. Bizdə indi almırlar. Niyə almırlar? Tük tökmə dönəmidir. Cücələrimizə yemək vermişik. Yenə həminki çörək və qarğıdalı. Bilirsiniz, deyəsiniz, yem yox, amma yem var. Qədərliklə yem var. Yenə sabah qutarır, alınacaq. Əsas məsələ kökəlmədir. Kökəlmələri biraz yavaşlayıb. Ona görə yenisi alınacaq. Baxın, gördüyünüz kimi. Yenisi alınacaq yemin. Çörək də alınacaq təbii ki. Çörəklərdə verəndə toyuqlara qarışıq yem verin. Qarışdırıb neynəsə verin. Biz yumurta tozu qatırıq. Baxın, yumurtanın qabıqları da qalıb o yekə qalanlar. Hamısını yedilər demək olar ki, elə yerə tökülənlər demirəm. Tökəndə yaş olduğu üçün yerə tökülür də. Quru olanda sırf qaba tökülür, yaş olanda hər yerə tökülür. Hələlik 2 dənəsi elə doymayıb, yeyir hələ. Bu qabda da verir yanında. Sularını isə deyirsiniz ki, sulara qışda nə vermək lazımdır? Sularına nə qata bilərsiniz və yaxud da yemlərinə və yaxud da ayrıca bir dərman verə bilərsiniz. Yumurtaladan sonra. Çünki yumurtalamanı yavaşladır dərmanlar, istənilən dərman. Məsələn, ən çoxu da antibiotik. Oksitetraskilin ən güclü antibiotikdir. O antibiotika hələ qarın ağrısına görə verilir. Amma başqa-başqa zərərlər də ola bilər. Bir toyuq 1 il ömründə 3-4 dəfədən artıq oksitetraskilin 3 dəfədən artıq verilməməlidir. Daha çox yay-qış verilir. Və yaxud da hər fəsil 4 dəfə. 1 ildə 4 dəfə. Daha çox olmaz. 1 il qutarandan sonra isə ilk başlayan fəsildə vermək olmaz. Yeni ilin fəslində. Çünki aralıqlı olmalıdır da. Baxın, tüklər artıq eybəcər bir vəziyyətə düşüb toyuqlarımız. Tüklər tökülür artıq. Elə bir tok vurub, tüklərin hamısı buz qalıb. Bunlar üçün indi sentyabr, oktyabr ayı. Tük tökəndən sonra yumurtalamağa başlayacaqlar. Sentyabrdan, oktyabrdan başlayacaqlar. Amma çox güman sentyabrın biri başlayacaqlar yumurtalamağa. Daha açıq desək, daha məntiqən desək, ən rahatı oktyabrın birindən. Sadəcə hələ dəqiq təxmini deyə bilərik ki, sentyabrın birindən. Çünki mən onu soruşdum bir YouTuber'dan, fermer YouTuber'dan, o dedi. Sürümüzə başqa-başqa heyvanlar da qatılacaq. Mart ayından, aprel ayından, oktyabrda ördək qatılacaq. Ona da ördək, baxın, bu setkanın o tərəfinə gələcək. Ona da ördək də ki, gələndən 4 ay sonra satılacaq martacan. Martda da yeni heyvan gələcək, sonra satılacaq. Yəni, belə bir şey də aldım, satdım, alırıq, satırıq. Belə bir şey olacaq. Baxın, o xoruzun həm hündürlüyü biraz böyükdür, həm də çəkisi. Xoruzda məsələn eləsi var ki, arıqdır, uzundur, amma eləsi var ki, kökdür, balacadır. Amma çoxu arıq uzun deyil də, kök balacadır. Kök qısa, balaca boy. O toyuğumuz da başlayıb yumurtalamağa artıq. Gedir yer axtarır. O kürt toyuğumuz ayılıb daha artıq. Ördəklərimiz də satılıb. 6 dənələr və o birisilər satılıb. Qalanlar indi bu toyuqlar da avstratop. Sırf avstratop olmur da. Həm video çəkirəm, ancaq avstratoplarla olmur. Həm də ki, bir heyvan saxlanılması bir tərəfdən yaxşıdır ki, başqa bir sürü qatılmır. Həm də bir həyətə, məsələn, saxladığımız bu heyvanlara başqa bir heyvan gətirib qatsa, xəstəliyi düşə bilər. Onların ayaqlarını dezinfeksiya eləmək lazımdır və bədənlərini. Gəlməmişdən qabaq dərmanlanmalıdır, dərmanlı suya batırılıb satmalıdır. Yəni, bu broiler toyuqları var, bildiyiniz kimi, yəni yediyimiz broiler toyuqlarının öz şirkətində, ofisində orada dərmanlanır toyuqlar. Suya batırılır. Mən indi onu eşitmişəm, görmüşəm, eşitmişəm, deyirəm. Bunlarda elə olacaq. Serebristlər bura gələndə. Dərmanlanılacaq, gətiriləcək. Baxın, o yerimizdə o
o setkalı yerdə dərmanlanacaq. Setka kimi yer var ya orada. Dərmanlanılacaq, gətiriləcək. 2 gün qalacaq orada. Sonra bura gətiriləcək. Qışda isə bunlar bayra buraxılmayacaq. Qış hansı aylarda? Dekabr 15-dən sonra yanvar, fevral. Fevralın da axırınacan. Martın 1-dən otlar başlayacaq çıxmağa. Təbii ki, fevralın əvvəlindən. Axırlarında, fevralın axırlarında çıxacaq. Onda da başlayır. Martın 1-də də artıq 10 santimetrə, 5-6 santimetrə çatacaq. 3-4 santimetrə çatacaq. Buraxacaq bayra, otlayacaqlar. Otlamaq da yumurtalamasına xeyirdir. Ot yeyən, göy yeyən, yəni otla qidalanan toyuqlarda yumurtaları daha tünd, sarı rəngdə, narıncıya çalarlı bir rəng olur yumurtasının sarısında. Ağı da tündə çalır biraz. Amma ot yeməyən heyvanda isə yumurtası həm sağlam olmur, protein mənbəyi az olur, xeyir falan həmsi az olur. Çıxdığı cücədə daha ot yeyən də həmin yumurtadan çıxan cücədə daha biraz güclü olur, enerjili falan olur. Yəni o təsir edir. Onun üçün də ayrıca video çəkərik. Hamısını ayrıca video çəkəcəm. Amma ot yeməyən də isə ağ olur yumurta. Ağ, sarı olur da, açıq sarı çalarlı. Ona görə də ot yemələri məsləhətdir. Tez yumurtalamasına kömək edir. Yumurtanın sarısını yumurtalama üçün yumurtalar 3 yerə bölünür. Ağı, sarısı, qabığı, pərdəsi. Qabığının möhkəm olmasını istəyirsinizsə bərk qidalar verməlisiniz. Biz hələ ki yumuşaq veririk, amma yumurta qabığı verə bilərsiniz. Bir də keyfiyyət deyim. Yox, əgər sarısının yaxşı olmasını istəyirsinizsə tünd sarı, ot verməlisiniz, göy verməlisiniz. Yarpaq yeyirlər təbii ki, meyvə yeyirlər. Bunlar da yumurtalamağına biraz xeyir gətirir. %1%, 1%, hamısından yəni 1%, 2%. O tam 70-80%-ə çatır, artıq yumurta olur, başlayır yumurtalamağa. Belə də isə təbii ki, yumurtalayır. Çünki biz bunlara hər şey veririk. Suyu baxın qutarıb, indi su gətirəcək. Hələ ki, su qabı alınmır. Çünki bayırdadır, çiklənir. Baxın, bunlar təmizlənilib. Ağappaq olub içi. Çölü. Tərtəmiz olub. Yəni, hazırda yemlənməyə. Ağardıcı ilə təmizlənilib. Ağardıcı dediyimiz maye sular olur, onunla ağardılıb. Artıq videomuzu dedim, sizə anlattım avstratoplar haqqında. Yəni, qarışıq bir video oldu. Avstratoplar haqqında məlumat verdim. Yəni, videonun adı da bu olacaq. Kanala abunə olaq. 100 abunə idi, amma abunədən çıxmışsınız. Olmuşuq 99. Zəhmət olmasa kanala abunə olub, like ataq ki, belə videolarımız çox gəlsin. Artıq bir videonun da sonuna çatdıq. Kanala abunə olub, like atın. 100 abunə olaq. Sağ olun, salamat qalın.